Elə adamlar, elə siyasətçilər tanıyıram ki, elə murdar üzləri var ki, elə murdar sifətləri var ki, qadına münasibətdə, dostla münasibətdə, dürüstlüyə münasibətdə, paraya münasibətdə. Amma şərəfsizcəsinə dəyərlərdən danışırlar. Bəzən başqasını, qarşısındakını dəyərlərə riayət etməməkdə suçluyurlar. Amma mən bilirəm bu içi də, mən bilirəm. Mən sadəcə onu deyə bilmirəm. Mən onu sadəcə yazıram. İndi nə zamansa mənim yazılarım üzə çıxanda bu bəziləri jurnalistlər dediyi kimi yer yerindən oynayacaq, sifətlər açılacaq. Yəni insan özü ilə gerçəkçi olur da, içəridə danışanda. Mənim 19 yaşından yazdığım bir janr var. Gündəliklərim. Nə vaxtsa istəyirsiniz? Gündəliklərim. Bir müəyyən vərəqləri çap eləmişəm, yazmışam. Məsələn, o gündəliklər, yəni hər şeydir. Mən də buradan deyirəm. Rauf Arifoğlu'nun duxu çatır. Rauf Arifoğlu gerçəkdən də o bizim təşəkkür etmək olduğu Rauf Arifoğlu'dursa, həmin o yazını, həmin o dünən efirdə göstərilən yazını bugün öz saytına qoysun. Bir vaxt var idi, Rauf Arifoğlu bu ölkədə, bilmirəm, özüm eləyirdi, yoxsa indi bəlli olur ki, bunların hərəsinin arxasında nələr var, nələr. Rauf Arifoğlu bu ölkədə xoşu gəlməyən, nə bilim, buna ləbbeyt deməyən, kim olsun, qabağına küt yazırdı. Şəkillərini qoyurdu, paylaşırdı. Həmin yazılara görə Rauf Arifoğlu rəsmən üzr istəyir. Ki, mən düz eləməmişim. Elə, indi Rauf Arifoğlu'na biz təşəkkür etməliymiş ki, belə bir yazı yazıb. Belə deyil. Tarix var, arxivləri var. Qəzetlər var, yazılar var, bir daha deyirəm. Mənə oradan efirdən Rauf Arifoğlu'na biz buna görə təşəkkür eləməliyik. Rauf Arifoğlu'na buna görə sağ ol deməliyik. Niyə? Deyirəm, indi Rauf Arifoğlu o sağ ol dediyi yazını bugün təkrar qoysun səhifəsinə. Görüm o bəylər Əyyubovun haqqında o sözləri bugün deyə biləcəkmi? Çıxsın da çıxsın, ortaya çıxsın, heç də demirəm. Eləcə saytına qoysun yazın olduğu kimi. Bizim də yazılarımız var. İndi biz Rauf Arifoğlu boyda bəlkə ola bilmərik. Eçeynullah, Şahin, bunlar çox yekədilir. Çox. Amma az çox bizim də yazımız var. Bir nöqtədən, bir vergüldən imtina eləməmişim. Çünki mən bəlirli kimlərinsə, o bəzi qüvvələrin daxili, xarici, nə bilim, siyonist, nə bilim, ondan sonra separatist, nə bilim, kim, nə bilim, Rusiya, nə bilim, Amerika, heç kimin marağına uyğun mən yazı yazmadım. Bütün nə yazmışam, az çox yaxşı pis öz beynimin, öz ağlımın məhsuludur. Və heç bir vergülündən belə imtina eləmədim, heç yerdə eləmədim. Hiçbir zaman mən xaltura yazmadım. Ya bunlar indi bugün İlham Əliyevə adınla İlham Əliyevə haramdan törəmiş haramzada yazan adam bugün holding yəsidir. O da həmin Rauf Arifoğlu'nun qəzeti. Bugün qoysun da, bugün çıxıb deyirlər ki, bizim demədiyimiz, yazmadığımız sözü bizim yazılara əlavə edib, bizi, nə bilim, cənab prezidentin gözündən salmaq istəyir. Başa düşmədim. Biz də gedib onlara təşəkkür eləməli ki, sağ olun, tüpürdünüz, yaladınız, sabah da vəziyyət dəyişsin, genə də bugün tüpürdüklərini sabah genə də yalayacaqlar. Çünki bunlar üçün daha da olmur. Yəni o bəzi məsələlər var ki, onun üçün örgəncəli olursan da, yəni xamilyon deyirlər ya, ya da fəsilə uyğun libas dəyişəcək. Ona görə ölkə bu gündədir. Bu günləri haramdan törəmiş haramzada yazdığın adamın sabah get boynunu qucaqla, bugün it dediyini sabah boynuna qucaqla, denən bu mənim dədəmdir. Mən də gedim səhər çapar çalayım. Mən nə o zaman it dedim, nə də indi dedim. Mən hər zaman dedim, İlham Əliyev bu ölkənin prezidentidir. O zaman da Heydər Əliyev vardı. Prezidentlə prezident kimi, nazirlə nazir kimi danışmaq lazım. Sorulmalıdır mı bir məsələ? Evin kişisini soruşarlar. Evin sahibi var. Evin sahibi bu məsələlərə məsuliyyət daşıyır mı? Daşıyır. Sorulmalıdır mı? Sor. Amma İlham Əliyev kimi soruşacaksın. Bundan prezident kimi soruşacaksın. Yoxsa sən kefenə gələndə bu haramdan törəmiş haramzada olacaq. Kefenə gələndə bu cənab prezident olacaq. Sən də hər zaman oyundan kənarda qalacaq. Burada da buna təşəkkür düşür. Buna sağ ol düşür. Ona zəhrimar düşür. O birisine de çor düşür. Bildin mi?